Nisiyə dəftəriniz varmı? Bəli. Nisiyə dəftərinə baxa bilərikmi? Baxın. Salam aleykum, əziz xalqımız, hər birinizi salamlayıram. Bax, kimlərsə bu pulu görürük də, müğənninin başından tökür, rəqqasənin başından tökür. Bu günlər biz bu pulu Allahın bizə əmr verdiyi yerə xərcləyəcəyik inşallah. Demək, bizim qurtuluşdan da öncə uzun illik bir ticarətimiz var ki, hansı ki, fərdi evlər tikib satırıq və hər bir müsəlman da illik zəkatını verməlidir. Necə ki, namaz vacibdir, bizim boynumuzun borcudur, zəkat da həmçinin. Zəkatın da verilməsi ildə bir dəfə olur. Kimin ticarəti varsa təbii ki, hər bir müsəlmana vacib olan bir şeydir. Biz qeyri-adi bir şey eləmirik əslində. Boynumuzun borcudur ki, Tövbə surəsinin 60-cı ayəsində Uca Rəbbimiz vurğulayır ki, 8 qisim insana düşür və o qisimdən biri də borcu olan müsəlmanların borcunu ödəmək. Biz də bu günləri gedirik, illik zəkatımızın vaxtıdır. Hansı ki, o zəkatdan qurtuluşa da, reabilitasiyamıza da dəstək oluruq, qardaşlarımızın toyuna da dəstək oluruq və həmçinin istəyirik ki, bu məhlət dükanlarının bacardığımız qədər borcunu ödəyək insanların. İzləmədə qalın, bunu çəkib paylaşırıq. Bu vacib bir əməl olduğu üçün hər bir dininə əməl edən müsəlman bunu etməlidir. Qeyri-adi bir şey deyil. Rahatca çəkib paylaşa biləcəyimiz şey ki, başqaları da bir cəsarət eləsin, addım atsın. Muhammed s.ə.v bildirir ki, malının zəkatını verməyən qiyamət günü o zəkat ilan formasında onun boynuna, boğazına dolanacaq. Ona görə bu vacibdir eləməliyik və Uca Rəbbimiz bildirir, Muhammed s.ə.v bildirir ki, zəkat malı azaltmır. Zəkat sədəqə malı artırır və bərəkətləndirir. Əlhəmdülillah. Rəbbimizə ümid eləyərək addımlar atırıq. Salam aleykum. Narahat olmayın. Yoxlama gəl. Nisiyə dəftəriniz varmı? Bəli, var. Nisiyə dəftərinə baxa bilərikmi? Baxa bilərsiniz. Zəhmət olmasa. Bu bir dəfəlikdir, bu da gündəlik. Bu bir dəfəlikdə bunlar nədir? Bu təxmini burada bir şey soruşum. Araq, siqaret, onlar da var. Araq, siqaret az verir. Demək olar ki, az verir. O burada məlumdur Bəli. hansılar. Onlar istisna bütün borcu hesablaya bilərsiniz, zəhmət olmaz. Hesablayarıq, bəli. Bir dənə hesablayın da. Birlikdə hesablayaq inşallah. Nədir? Allahın izni ilə bir xeyir iş görmək istəyirik. Çoxdan borcu olan var ki, verə bilmirlər. Yəni araq, siqaret istisna hamısını hesablayın, zəhmət olmaz. Mağazada ümumi Nə qədər 3471 manat. Yəni, yenə deyirəm, siqaretdən və spirtli içkidən başqa. Borc 3471 manatdır, bəli. Bir dənə say zəhmət olmasa. 3400, 3500. Hə, 3500 buradan qaytar. 3400. Gündəlik çörək alanlar var. Bəli, olur. Elə qalanda nədirsə çörək. Oldu, çox sağ olun. Demək, 18-ci mikrorayonda Ruslan Market. Bu günləri oktyabr ayının 21-idir. İçki və siqaret istisna. Onların borçları qaldı. Qalan bütün borçları əlhəmdülillah bağladıq. Bugünkü gün şükür olsun aləmlərin Rəbbinə. Biz müğənnilərin başına tökmürük, nə bilim oraba. Bu xeyir işlərdir. Rəbbimizin tövsiyə, vacib qoyduğu əməllər var. Əlhəmdülillah. Çox sağ Qardaşım, olun. orada qalan da pul var. Onu inşallah gündəlik kim çörək alır, zəhmət olmasa o puldan çıxardırız. Bir dənə də borc dəftəri götürərik biz. Buyurun. Çox sağ olun. O kağızlar da var idi, balıq. 2 dənə də vərəqimiz var idi. Aha, vərəqimizi də verin. Hə. Çox sağ olun. Buyurun, minnətdaram. sağ olun, Allah çox sizə Sağ olun, Allah Allah işlərinizə bərəkət versin. Sizə də Sağ olun, sağ olun. Allah sizə ruzi bərəkət yetirsin. Çox sağ olun. Sağ olun, sağ olun. Sağ olun. Allah sizə razı də olsun, ayrıca minnətdarım. minnətdarıq əziz qardaşlarımız. Yəni siz də bu ehtiyacı olanlara verirsiniz. Oldu, çox sağ olun. Sağ olun, sağ olun, sağ olun. Qurtuluş Reabilitasiya Mərkəzi. Həyata dönüş buradan başlayır.